Hamıya salam, xoş gəlmisiniz vloguma. Dünənki shoppingin davamını izləyirsiniz. Alışverişin daha doğrusu uşaqlar üçün alışverişə çıxmışdım. Bildiyiniz kimi Waikiki mağazasıdayız. Waikiki Neftçilər filialıdır. Sizin üçün də çəkmişəm. Qəşəng-qəşəng baxın, kofenizi, çayınızı qoyun qarşınıza, rahatcasına oturun, izləyin. Qiymətlərini də çəkmişəm. Baxarsınız, bəlkə fikir olar, bəlkə kiməsə faydalı olar, kimsə almaq istəyirsə nəsə, baxar faydalanar. Məsəl üçün, mənim üçün də çox maraqlıdır belə videolar. Çünki olur ki, bəzən axtardığını videoda görürsən və konkret yerini bilib gedib oradan da alırsan. Belə kurtka seçimi çox idi, çeşidi çox idi. Mən də uşağıma aldım. İkinci oğluma aldım. Böyüyümə biraz razmeri düz gəlmədi. İkinciyi aldım. Hamısını çəkib paylaşacağım inşallah. Siz də baxarsınız nələr almışıq. Waikiki mağazası xoşunuza gəlir, yəni oradan alışveriş edirsiniz. Mən xoşlayıram. Rahatdır. Məhsulları da keyfiyyətlidir. Sizcə onlayn alışveriş daha sərf edir insana, yoxsa belə canlı gedib almaq? Sizcə hansı daha yaxşıdır? Hansını daha çox istifadə edirsiniz? Mən onlayn da edirəm. Bu dəfə sadəcə olaraq dedim, uşaq kurtka istəyir. Birdən olar, olmaz, razmeri istədiyi kimi düz gəlməz. O baxımdan dedim, daha yaxşı canlı gedək alaq. Amma belə onlayn daha rahatdır mənə, uşaqlara görə. Yəni narahatdır da uşaqlarla get, gəz, axtar balaca ilə vəbşə ümumiyyətlə narahatçılıq olur. O baxımdan, vaxt itkisi baxımından onlayn daha çox sərf edir mənə əslində. Amma belə də canlı da gedib görmək yaxşıdır ki, yəni konkret bilirsən ki, uşağın əyninə öz istədiyin, öz seçdiyi, nə bilim məhsulu, ölçüsü uyğun gəldi, düz gəldi, özü istədiyi kimi hər bir şey ürəyinə yatır, alır, o daha rahatdır. O baxımdan daha sərf edir belə almaq canlı uşaqlar üçün. Videonun davamını gözləyin, like eləyin, abunə olmağı unutmayın. Sağ olun, hələlik.